Şabanın 15 haqqında gələn fəzilətli əməllərin heç biri sabit deyil. Aydındır, onlar ya şiddətli zəif həddində, ya da ki, uydurma hədislərə əsaslanır. Və bəraət deyilən bir gecə ki, bizim qardaşlarımız elirlər, Allah onları islah eləsin, onun əsli yoxdur. Aydındır, Nisf-i Şaban, bu əsli Rafizi mənbəsindən gəlmiş bir etiqaddır ki, sonra Sufi dünyası ilə Sünnə dünyasına daxil olub. Onlar etiqad edirlər ki, Quran Şabanın 15-dən nazil olub. Bu batil şeydir. Aydındır. Və bu ayəti misal gətirirlər ki, Hamim vəl-kitab-ül mubin İnnə ənzəlnəhu fi leylətin mübarəkətin İnnə künnə munzirin Fiyhə yufraqu kullu əmrin həkim. Bu ayəti gətirirlər. Fiyhə yufraqu kullu əmrin həkim. O gecə, o gün bütün işlər təhvil verirlər və deyirlər ki, bu bəraət gecəsindədir. Lə vallah, ayət özü elə şübhəyə dəlildir ki, o Qədr gecəsindədir. Çünki Allah buyurdu ki, Hamim, and olsun, apaçıq olan bir kitaba, biz onu mübarək gecədə nazil etdik. Sual, o hansı gecədir? İnnə ənzəlnəhu fi leylətil qadr. O Qədr gecəsidir. Və həmin ayətin sonunda Allah nə deyir? Fiyhə, yəni həmin gecə, yəni fi leylətil qadr yufraqu kullu əmrin həkim. Allah Teala tərəfindən bütün işlər nə olar? Rəbbin tərəfindən təhvil verirlər. Yəni bir illik qədər mələklərə təhvil verirlər. Və bu Ramazanın Qədr gecəsindədir. Aydındır. Və Şabanın fəziləti haqqında xüsusi heç bir şey gəlməyib və o gün xüsusi bir gün oruç tutmaq da yoxdur. İllə o kəslər ki, hər ayın 3 gününü oruç tutarlar. 13, 14, 15, o başqa. O hər ayda olduğu kimi Şabanda da 13, 14, 15 üzərində tutanlar tutar, tutmayanlar da özləri bilərlər. O ki, qaldı həyatı boyu oruç tutmayan nafilə insan və birdən Şabanın 15-ci günü təxsis olaraq o gündə oruç tutması heç bir əsası yoxdur. Əsas da varsa həddindən artıq zəif hədislər ya da uydurma həddində olanlar. Aydındır. Bu bir. İkinci də ki, Şabanın 15-ci gecəsi, Nisf-i Şaban, 100 rükətlıq namaz və cəmaat halında qılınması və onun əfsəl olması haqqında gələn hədislər və rivayətlərin heç bir əsası yoxdur. Şiddətli, zəif və uydurma həddindədir. Aydındır. Bunu tənbih eləmək istəyirəm qardaşlarımıza. Allahümə bizi mübarək Ramazan ayına ulaşdır və oradakı oruca və gecə namazına müvəffəq elə və bizi öz evinin ziyarətinə müvəffəq elə. Ya Rabbəl Alemin. Hədə və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbə ecmaîn. Allah razı olsun.